Şəhid olduqdan sonra övladına adı verilən qəhrəman zabitimiz Mustafayev Nurlan Hamletoğlu 1990-cı il iyul ayının 22-sində Sumqayıt şəhərində anadan olub. O 1997-ci ildə 159 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirən Nurlan Mustafayev, oradan məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, daha sonra təhsilini davam etdirmək üçün Almaniya Federativ Respublikasının hərbi məktəbinə göndərilib. 2013-cü ildə həmin məktəbi moto atıcı ixtisası üzrə bitirib. Xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin sabit ixtisası kursunda təhsil alıb. O, Murovdağda yerləşən N saylı hərbi hissədə moto atıcı tağım komandiri vəzifəsində xidmətə başlayıb. İkinci Qarabağ müharibəsi başlanan gündən vətən torpaqlarının azad olunması uğrunda döyüşlərə qatılıb. Müxtəlif rayonların və strateji mövqələrin azad olunmasında qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 12-sində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, hərbi memorial məzarlıqda təntənəli mərasimlə dəfn edilib. Ailəli idi. Şəhid olduqdan sonra övladı dünyaya gəlib və Nurlan adı qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Xocavəndin azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.